Herkese salam. Davam edirik. Biologiya fənnindən Dövlət İmtahan Mərkəzinin təşkil etmiş olduğu ali məktəblərə qəbul imtahanlarının test nümunələrinin izahı ilə bugün 2017-ci tədris ilində istifadə edilmiş növbəti test nümunəsinin izahını təqdim edəcəm. Sual 51 ilə başlayaq. İnsanın sinir toxumasında hüceyrələrin sayını S, neyronların sayını isə N ilə işarə etsək, bir ifadə almalıyıq. Biz bilirik ki, sinir toxumasında neyron sayı peyk hüceyrəsinin sayından 10 dəfə azdır. X qədər neyronumuz vardırsa, peyk hüceyrəsinin sayı 10x-dir. Nədir neyron, nədir peyk hüceyrəsi? Neyronlar sinir impulslarının ötürülməsini təmin edir. Peyk hüceyrələri isə neyronun dayağını təşkil edir, neyron müdafiə edir, onun qidalanmasını təmin edir. Peyk hüceyrələri sinir impulsu ötürmür və bir neyrona təxminən 10 peyk hüceyrəsi düşmüş olur. Ona görə də neyron sayı peyk hüceyrəsinin sayından 10 dəfə az olacaqdır. Sinir toxuması hüceyrələrin sayı isə neyron üzərinə gəlsin peyk olduğu üçün sinir toxuması hüceyrələrimizin sayı da olacaq. X üzərinə gəlsin 10x. Bu ifadə bizə verəcək 11x. Deməli, sinir toxuması hüceyrələrimiz isə 11x-dir. Və biz bu sinir toxuması hüceyrələrini 11-ə bölsək, neyron sayını almış olaraq, yəni 11x-i 11-ə bölsək, neyron sayını almış olacaq. Olacaq cavabımız S bölək 11 bərabərdir N-ə. Sual 52. Canlı təbiətdə simbiyoz həyat tərzi keçirən göbələklər olmasaydı, mövcud olmasaydı verilənlərdən hansı olmazdı? Göbələklər şibyələrin yaranmasında rol oynayır. Şibyənin yaranmasını ya göbələk yosun birliyindən söhbət gedəcək. Fotosintez edici orqanizm burada yoxsun. Göbələk isə torpaqdan suyun, mineralın bitkiyə daha sürətli ötürülməsini və ya fotosintez edən orqanizmə daha sürətli ötürülməsini təmin etmiş olacaq. Ya da göbələk siyonobakteriya birliyindən söhbət gedir. Əgər göbələk siyonobakteriya birliyidirsə, burada bakteriya prokaryot, göbələk yosun birliyidirsə, həm göbələk, həm də yosun eukaryotdur. Və şibyənin tərkibində əgər simbiyoz həyat tərzi keçirən göbələklər olmasa, burada Cetraria mamrı olmayacaq. Yəni, təbiətdə simbiyoz həyat tərzi keçirən göbələk olmasaydı, Cetraria mamrı adlandırılan şibyə olmayacaqdı. Yəni, adı mamrı getsə də özü şibyədir və göbələklərlə fotosintetik orqanizmin birliyindən, simbiyozundan yaranmış olur. Əgər simbiyoz göbələk olmasa, təbii ki, simbiyoz yaşam nümunəsi olan şibyə də olmayacaqdır. Cetraria mövcud olmazdır deyəcəyik. Sual 53. İnsanda təpə sümüyü hansı sümüklərlə bilavasitə birləşmə yaradır? İnsanın təpə sümüyü digər təpə sümüyü ilə, gicgah sümüyü ilə, alın sümüyü ilə birləşmə yarada bilər. Sual 54. Çinar, heyva, əncir, akasiya, noxud bitkilərinin neçəsinin zoğunda yarpaq ayaqları ilə yarpaq sayı bir-birinə bərabərdir. Əgər bir saplaqda bir aya varsa, təbii ki, bu bərabərdir. Çinar, heyva, əncir bunların bir saplağına bir yarpaq ayası birləşmişdir. Akasiya, noxud isə bunlar lələkvari yarpaq formalarına aiddir. Akasiya da mürəkkəbdir, noxud da mürəkkəbdir. Akasiya tək lələkvari mürəkkəb. Noxud isə cüt lələkvari mürəkkəb yarpaq quruluşuna malikdir. Və bizdən soruşur ki, zoğunda yarpaq ayaqları və yarpaqların sayı bərabərdir. Biz bir saplağa bir aya birləşənləri götürəcəyik. Çinar, heyva, ənciri müəyyən etmiş olarıq. Sual 55. Mayalanmada iki yumurta hüceyrə iştirak etmişdirsə, insan ontogenezinin normal gedişi zamanı. Deməli, iki yumurta hüceyrə iştirak etmişdir. Ontogenezinin normal gedişi zamanı ayrı yumurta əkizləri dünyaya gələcəkdir. İki yumurta hüceyrə iştirak edibsə, bunları mayalandırıb iki spermatozoid, buradan iki zigot yaranmışdır. Hər zigot özü bir fərdə başlanğıc verir və yaranan fərdlər cinsiyyətcə eyni də ola bilərlər, müxtəlif də ola bilərlər, qan qrupu baxımından eyni də ola bilərlər, müxtəlif də ola bilərlər, bir-birinə bənzəməyəcəklər və normal gedişi zamanı İki döl inkişaf etdiyi üçün hamiləlik müddəti uzarır. Xeyr, istəyir bir qadın dünyaya 4 uşaq gətirsin eyni anda, hamiləlik müddəti artmaz, əksinə bəzən olur ki, azala bilir. Ona görə yanlış fikirdir. Erkən doğuş və s. ola bilər əkizlik hallarında, amma artmaz.
Əkizlərin cinsiyyəti hökmən eyni olacaq. Bunlar ayrı yumurta əkizdir. Ola bilər yumurta hüceyrələri zaten X daşıyır. Ola bilər spermatozoidlərin hər ikisi X daşıyır, dünyaya 2 qız gələr. Hər ikisi Y daşıyar, dünyaya 2 oğlan gələr. Ola bilər biri X, biri Y daşıyar, dünyaya bir qız, bir oğlan gələr. Yəni hökmən eyni olacaq. Bu yanlış ifadədir. Əkizlərin qanı bir-birinə qarışacaq xeyr əlaqəsi yoxdur. Ümumiyyətlə heç də ölüm qanı ananın qanı ilə qarışmır. Qaldı ki, digər bir əkizinin özünün ana bətnində digər əkizin qanı ilə qarışması. Bir-birinə oxşamayan əkizlər, bəli, ayrı yumurta əkizlərdir. Sanki bunlar ayrı-ayrı vaxtlarda dünyaya gəlmiş bacı qardaşlar kimidirlər. Bacı qardaş və ya iki bacı, iki qardaş kimidirlər. Ona görə də bir-birinə oxşamayan əkizlər doğulacaqdır. Bir çifti olan iki döldür xeyir. Biz gördük ki iki yumurta hüceyrə mayalanır, iki zigot yaranır və biz bilirik ki zigot sayı qədər cift olur. C sayı qədər isə uşaq sayı qədər C olur. Zigot sayı qədər də cift olur. Əgər bizim iki zigotumuz varsa iki dənə nəyimiz olmalıydı? Ciftimiz olmalıydı. Sual 56 ilə davam edir. Həzm kanalının hansı fermentin olmaması karbohidratların parçalanmasına təsir göstərir? Karbohidratlara təsir göstərən pitialin, yəni amilazadır ağızda və nazik bağırsaqda yenə amilaza karbohidratlara təsir göstərir. Burada götürəcəyi pitialini. Pepsin mürəkkəb zulala təsir edir. Lizasin bakteriyalar öldürücü təsir göstərir. Lipaza yağları parçalayır həm mədədə, həm nazik bağırsaqda. Mədədə yalnız süd yağlarının, nazik bağırsaqda həm heyvani yağların, həm də bitki mənşəli yağların parçalanması gedir. Unutmuruq, bitki mənşəli yağlar mədədə olmaz heç vaxt, yalnız nazik bağırsaqda parçalanacaqdır. Mədədə yalnız süd yağları parçalanır. Ximalizin süd zulalarının axtarılmasında rol oynayır. Pitialin isə karbohidratlara təsir edir. Sual 57. Erkək qışının inkişaf dövriyyəsinə aid prosesləri mayalanmadan başlayaraq ardıcıllıqla düzülür. Ümumiyyətlə, erkək qışının inkişaf dövriyyəsi necə baş verir? Qışı nəslin növbələşməsi ilə inkişaf edir. Qıcının yetkin fərdi sporofit nəsildir. Yetkin qıcı yarpaqlarının altında sporangilər var. Yetkin qıcı ziqotdan inkişaf etdiyi üçün onun xromosom yığımı diploiddir və sporofit nəsildir. Yetkin qıcının yarpağının altında sporangilər var. Sporanginin xromosom yığımı da diploiddir. Sporangi daxilində sporlar yaranır ki, bunlar meyoz nəticəsində yaranır. Sporların xromosom yığımı haploid olur. Sporlar yetişdikdən sonra qutucuğun qapağı açılır və sporanginin qapağı açılır və gəlilərək ətraf mühitə sporları səpələyir. Sporun xromosom yığımı N-dir. Sporlar meyozdan yarandı. Spor əlverişli mühit tapan kimi cücərir. Spordan cücərən cücərtiyə protal deyirlər. Protalın xromosom yığımı haploiddir. Protal cinsi nəsildir. Yetkin qıcı qeyri-cinsi nəsildir. Çünki onun üzərində spor yarandı. O sporofit nəsildir. Yarpağının altında sporlar yarandı. Yetkin deməli qıcı sporofit nəsil olsa da qıcının cücərtisi isə gametofit nəsil olacaq. Qıcının sporundan protal inkişaf edir. Protalın xromosom yığımı deməli olacaq haploid yığımda. Çünki spor olacaq haploid yığımlı. Spordan cücərmiş olan protalın xromosom yığımı da haploid olacaqdır. Protalın altında anteridi var, arxigoni var. Onların da xromosom yığımı haploiddir. Anterid içərisində spermatozoid, arxigon içərisində yumurta hüceyrə hazırlanır. Belə deyək ki, anteridlərin spermatozoidləri suya tökülür. Mayalanma sudan asılı gedir. Arxigonlə xüsusi maye ifraz edir. Toksis hadisəsi baş verir. Spermatozoidlər gedib üzərək deməli arxigonidə olan yumurta hüceyrəni tapıb onu mayalandırırlar və protalın altında arxigonidə mayalanmış yumurta hüceyrə olan zigot yaranır. Protal özü N olduğu halda protalın altında mayalanma nəticəsində yaranmış olan zigotun xromosom yığımı 2N-dir. Və protal bir müddət belə deyək ki, özündə olan ehtiyat qida maddəsini istifadə edərək o yaranmış olan ziqotdan inkişaf edən ilkin cücərtinin qidalanmasını da təmin edir. Özündə olan ehtiyat qida maddələrindən onu ötürür. Protal özü haploiddir, üzərdəki cücərti isə diploid xromosom yığımına malikdir. O cücərtidən isə ilkin yetkin qıcı inkişaf etmiş olacaq. Yetkin erkək qıcı inkişaf edəcək. Deməli, ardıcıllığı dövrəyən buradan bir daha yazaq. Deməli, bizim birinci zigotumuz olmalıydı. Zigotdan sporofit nəsil, yəni yetkin fərd inkişaf etməlidir. Sporofitin altında sporlar yaranır. Daha sonra bu sporlar əlverişli mühit taparaq cücərir. Protal yaradır. Protal onun tallomudur. Protalın alt hissəsində isə deməli
anterid və arxegonların içərisində mitoz yolla qametlər yaranır. Cavabımız olacaq 1, 4, 3, 2, 5 Y variantı olaraq müəyyən edirik. Sual 58. Suda diyirlənən orqanizm Volvox olacaq. Diyirlənən sözünün mənası, Volvox sözünün mənası diyirlənən deməkdir. Sual 59. Mətndə buraxılmış sözləri ardıcıllıqla düzün. Xərçəngin ürəyi beşbucaqlı, kisə şəkillidir. Beşbucaqlı, ağımtıl, kisə şəkillidir. Bütün boğum ayaqlarda olduğu kimi çay xərçəngində açıq qan damar sistemi vardır. E, Daha sonra zənginləşmiş, oksigenlə zənginləşmiş olan qan ürəyin divarındakı xüsusi dəliklərdən deməli yenidən ürəyə daxil olmuş olacaq. 4, 1, 8, 3 cavabımız olur. Y variantı. Sual 60 ilə davam edirik. İnsan kartof, badımcan və deməli turpun hansı hissələrini yeyir? Biz kartofun gilə meyvəli bir bitki olduğunu bilirik. Badımcan çiçəklər fəsləsinə aiddir. Gilə meyvəli bitkidir. Lakin biz onun meyvələrini yemirik çünki zəhərlidir. Biz kartofun yeri yeraltı zoğunun uc hissəsinin şəkil dəyişməsi olan deməli gövdə yumrularını yemiş oluruq. Yəni zoğunu yeyirik. Dolayısıyla gövdəsini yeyirik. Badımcan gilə meyvəli bitkidir. Badımcanın meyvəsini yemiş oluruq. Turpun isə meyvə kökünü yeyirik. Çünki turpda meyvə kök və əsas kök və gövdən aşağı hissəsinin şəkil dəyişməsidir. Orada da yediyimiz yenə meyvə kök olacaqdır. Cavabımız olur B variantı. Sual 61 ilə davam edirik. Görmənin reseptorları haqqında verilənlərdən hansı səhvdir? Biz bilirik ki, görmə torlu qışada reseptorlar yerləşir. Bunlar çöpçüklər və qolbacıqlardır. Çöpçüklər toran işıqdan qıcıqlanır. Qolbacıqlar isə parlaq işıqdan qıcıqlanır. Çöpçüklər qaranlıqda görməni, qolbacıqlar isə rəyli görməni təmin etmiş olur. İstər çöpçük olsun, istər qolbacıq olsun, bunlar torlu qışada və sarı ləkədə yerləşirlər. Reseptorların sıx yerləşdiyi isə sarı ləkədir. Kör ləkədən görmə siniri başlayır. Orada reseptor olmaz. Nə çöpçüklər, nə də qolbacıqlar orada olmaz. İndi baxaq. Yanlış fikir istəyir. Çöpçüklər toran işığı daha həssasdır. Bəli, toran işığın reseptorlarıdır. Çöpçüklər kör ləkədə yerləşir. Xeyr, reseptorlar sarı ləkədə olmalıdır. Görmə reseptorlarının qəbul etdiyi qıcıq elektrik reseptorlarında görmə reseptorları qəbul olunan qıcıq elektrik impulsuna çevirir. Yəni sinir impulsuna çevirmiş olur. Gələn dalğanı, o işıq dalğasını sinir impulsuna çevirmiş olur. Yəni elektrik enerjisinə deyə bilərik. Qolbacıqlar əsasən sarı ləkədə yerləşir. Dedik ki, çöpcüklər və qolbacıqlar kör yox, sarı ləkədədir. Qolbacıqlar rəngli görməni təmin edir. Bu da doğru fikir olacaq. Sual 62 ilə davam edirik. DNT molekulu verib X, Y, ZK nukleotidləri və azotlu əsaslar verib. ZK, X bunlar DNT-yə aiddir, Y aid deyil. Bir də K və X haqqında qeydimiz var. Bircə dəqiqə. K X-ə bərabərdir. K bərabərdir X-ə böyüdür Z-dən, kiçikdir Z-dən. Ölçü baxımından bunu bizə verir. Biz bilirik ki, nukleotidlər azotlu əsaslardan ölçücə sitezin timinə bərabərdir, kiçikdir adenin və ya guanindən. Adenin, guanin ölçücə bir-birinə bərabərdir. Onlar daha ölçücə böyükdülər. İndi baxırıq cavablarımıza. Y urasildir. Y urasildir. Əgər DNT-yə aid deyilsə, yəni mənfi qoyulubsa, Y urasil ola bilər. Z timin ola bilməz. Baxıram, Z ola bilər. DNT-yə aiddir, əslində ola bilərdi. Sadəcə ölçüyə baxırıq. Deməli, Z ya adenin ola bilər, ya guanin ola bilər, yəni timin ola bilməz. Daha sonra X guanindir. X bizdə ya timindir ya da sitazindir. Yanlışdır. K sitazin ola bilər. K sitazin bəli ölçücə bir-birinə bərabər olub kiçik olanların biri K'dır. K sitazin ola bilər. Z sitazin ola bilər. Z ya adenin ya guanindir. Y adenindir. Biz qeyd elədik ki, urasil. Y deməli nədir? Urasildir. Cavabımız olacaq 1, 4, 5 C variantı olaraq
müəyyən etmiş oluruq. Sual 63. Heyvan hüceyrəsinin hansı orqanoidlərdə zülal sintezi olunur? Ümumiyyətlə, ribosom harda varsa, orada zülal sintezi baş tutur. Burada da ribosom və mitoxondrini götürək. Ribosom bilavasitə təbii ki, özü zülal sintezidir. Bir də mitoxondrinin matriksində olan ribosomlar hesabına da yenə orada zülal sintezi gedə bilər. Cavabımız olur C variantı. Sual 64. Kərtənkələrin pulcuqları sümüklü balıqların pulcuqlarından nə ilə fərqlənir? Ümumiyyətlə, sümüklü balıqlarda sümük mezodermal mənşəlidir. E, Yəni birləşdirici toxumadan təşkil olunan mezodermaldır. Zolaqlı kərtənkələ pulcuqları isə dərinin epidermisin qərini törəmələridir. Yəni buynuz maddədən əmələ gəlmişdir. Fərqli olaraq buynuz maddədən əmələ gəlmişdir. Xitin kərtənkələdə yoxdur. Mina təbəqəsi ilə dərinin üzəri örtülməz. Sümük deyil təbii ki. Onların pulcuqları 5 bucaqlıdır. Belə deyək, əsas burada məqsəd ondan ibarət ki, hansı maddədən təşkil olunmuşdur və dedi ki, pulcuqlar buynuz mədəndən təşkil olunub. Yadda saxlayacaq ki, kərtənkələdir. Misal üçün, quşun ayağının üzərində olan, onlar ektodermal mənşəli qərini pulcuqlardır və e, buynuz maddədən əmələ gəlib deyəcəyik. Sual 65. Bir ar yarpaq sahəsində sentyabrın 23-də. Bir ar 100 metr kvadratdır. 1 hektar isə 10.000 metr kvadratdır. Sentyabrın 23-də gecə gündüz bərabərləşir 12 saat kimi nəzərə alıblar. Və T-miz olur 12, S-imiz var, T-miz var 12 saat. Və glukoza sintezi. Öncə nə edəcəm? M bərabərdir. ST düsturundan istifadə edəcəyik. Sentyabrın 23-də gecə gündüz bərabərləşdiyi üçün gün uzunluğu olacaq 12 saat. M bərabərdir ST-dən. Deməli 100 vuraq 12 deyəcəyik. Bu 2200 qram. Bunu kiloqrama çevriləndə 1,2 kiloqram. Davam edirik sual 66 ilə qeyd edilənlərdən hansı səhvdir? Deməli, vegetativ çoxalmaya göbələklərdə də təsadüf olunur. Bəli, mitseli hissələrlə çoxala bilər. Ziqotun sonraki inkişafı bölünmə, yəni parçalanma prosesidir, düzdür. Ziqot bir hüceyrədir, düzdür. Ziqot çox hüceyrələrdir, yanlışdır. Mayalanmış yumurta hüceyrəsi ziqot adlanır, bəli, doğrudur. Sual 23. Çöl göyərçinində böyük döş əzələləri, köpükaltı əzələlərin kütləsi 2-nin 1-ədir. Yəni, böyük döşün əzələlərinin köpükaltı nisbəti 2-nin 1-ə nisbətindədir. Və biz bilirik ki, döş əzələləri bərabərdir. Bütün digər əzələlər. Bu digər əzələlərə aiddir köpükaltı, yerdə qalan əzələlər. Yəni əsas məsələ burada yəni bədən digər hissələrinin əzələləri digər əzələlərin içərisindədir. Bunun içərisindəki köpükaltının qiymətini x olaraq bizə verir. Köpükaltı x-dir. Döş əzələləri 2x-dir. Biz bilirik ki, döş əzələləri digər əzələlərin kütlələrinin cəminə bərabərdir. Əgər mən döş əzələlərinə 2x demişəmsə və burada digər əzələlərin içərisində köpükaltının x olduğunu bilirsə, yerdə qalan digər əzələlərdə nə qalacaq? X qalmış olacaq. Çünki döş əzələləri yerdə qalan digər əzələlərin kütləsinə bərabərdir. Ona görə olacaq. Döş əzələləri 2x-dirsə, yerdə qalan bütün digər əzələlər də 2x-dir. Köpükaltı bir yerdə. Köpükaltını da buradan x olaraq ayırdıq. Əgər göyərçinin bütün əzələlərinin kütləsi 440 qram olarsa, bu zaman 4x bərabərdir 440, x bərabərdir 110 deyəcəyik. Elə x-in qiymətini soruşurdu, köpükaltı x idi. X-in qiymətini soruşur, B variantı olaraq müəyyən etmiş olacaq. Sual 68. Əgər linneyin mövcud sistematikasında fəsildə olsaydı, bilirik ki, linney 4 sistematik vahidə elmə gətirib. Növ, cins, dəstə və sinif. Növ həm bitkidə, həm heyvanda var. Cins həm bitkidə, həm heyvanda var. Dəstə yalnız heyvandadır. Sinif həm bitkidə, həm heyvanda var. Belə olan halda fəsiləni əlavə etmədikdə 3 deməli sistematik vahid həm bitki, həm də heyvanda mövcuddur. Əgər biz ora fəsiləni də əlavə etmiş olsaq, olacaq 4.
Devam edirik. Sual 69 ilə aşağıdakı bitkiləri bir çiçəkdə olan erkəklərin sayının azalma sırası ilə göstərin. Kələm xaç çiçəklər fəsləsdir. Formulu K4, L4, Y6, D1 şəklindədir. O zaman kələmin erkəkçi sayı olacaq 6. Noxud paxlallar fəsləsinə aiddir. Noxudun formulu K5, L5, Y10, D1 şəklindədir. Burada oldu erkəkçi sayımız 6. Burada olacaq erkəkçi sayı 10. Daha sonra devam edik günəbaxan ilə. Günəbaxan boru şəkilli çiçəkləri cinsiyyətlidir. Orada erkəkçiklər var. Olacaq K0, L5, Y5, D1 şəklində erkəkçi sayımız olacaq. Deməli, günəbaxanda 5 ədəd. İtburunda isə sonsuz saydadır. Azalma deyirsə birinci itburunu qoyaq. Daha sonra noxudu, daha sonra kələmi, ən axıra isə günəbaxanı qoymuş olacaq. 4, 2, 1, 3. Bir dəqiqə. Ən çox 4-dədir. Azalma sırası deyir. Ən çox 4-dədir. Sonra 2-dir. Sonra 1-dir. Sonra isə 3-dür. Olacağımız A variantı 4, 2, 1, 3. Devam edirik. Sual 70 ilə seleksiya yolu ilə alınmış bitkinin kök, yəni diploid hüceyrəsidir. Yarpaq yenə diploid hüceyra olmalıdır. Yasa yarpağı yenə diploiddir. Spermi haploiddir. Endosperm isə triploid olacaqdır. Aha. Hüceyrələrin hərəsindən bir ədəd götürməklə xromosom yığımı 30-a bərabər olub. 2x üzərinə 2k üzərinə gəlsin 2k üzərinə gəlsin 2k. Bu yarpaqlara görə, yəni somatikə görə daha sonra 1 sperm plus bir də endosperm. Sperm və endosperm. Bunların cəmi neçə eləyir? 2 olacaq bu 8 daha doğrusu 6, 7, 10. 10K'mız neye beraber olacak? 30 n'e beraberdir. 10K 30 n'e beraberdir. K 3'e beraberdir. 2K'mız ise 6'ya beraber olmuş olacak. Ve heksaploid bir bitkidir diyeceğiz. Hansı sırada yalnız bir alamete göre heterozigot genotipler gösterilmiştir? Burada birinci alamet resesif homo, ikinci heterodu. Birinci heterodu, ikinci resesif homodu. Burada ise deməli ikinci alamet heterodu, diğer her ikisi resesif homodu. Deyir ki, hansı sırada yalnız bir alamete göre heterozigot genotipler vermiştir? Cevabımız A variantı olacaq. Nəyə görə digərlərini götürməliyik? Burada heterozigotu yoxdur, götürə bilməliyik. Burada heterozigotu yoxdur. Ümumiyyətlə, bu heterozigot değil. Daha sonra heterozigot değil. Burada da heterozigotluğu yoktu. Burada olacağı cevabımız deməli heterozigotluq var. Sonra heterozigotluq burada 2 dənə var. Burada 1 dənə var. Bizə lazımdır hərəsində 1 dənə olsun. Ona görə cevabımız olacaq A variantı. Sual 72. Aşağıdaki mənası verilən terminlər hansıların canlı təbiətin yalnız bir aləminə aiddir? Birinci saf mitozdur. Canlıların bakteriyasinə yerdə qalan aləmlərində gedir. Azalma meyozdur. Sonra çıxıntı, aksis, ox çıxıntı deməkdir. Ağac dendron, üzünün köçürülməsi transkripsiya, ötürülmə isə translyasiyadır. Aşağıda mənası verilən terminlər hansı yalnız bir aləmə aiddir? Canlı təbiətin yalnız bir aləminə aid olan burada çıxıntı və ağacı göstərəcəm. Çünki bu yalnız heyvanlardadır. Neyronun hissələri, çıxıntısı, uzun çıxıntısı, aksis, akson, qısa çıxıntısı ilə dendritlər olacaqdır. Sual 73. 64 dəqiqə ərzində 4,5 aylıq dölün mədəciklərin yığılmasına 2 dəqiqə vaxt sərf olunur. Biz bilirik ki, dölün ürəyi ananın ürəyindən 2 dəfə tez döyünür. Yəni ananın ürəyi tutam 0,8 saniyədən 1 döyünürsə, bu rəqəm dölün ürəyində 0,4 saniyədən 1-dir. Və mədəciklərin yığılması deyir. Biz bilirik ki, 0,8 saniyəlik sikl şəraitində mədəciyin yığılması 0,3 saniyədir. Əgər biz bir dəqiqə, deməli, əgər biz 0,4 saniyəlik bir sikldan gediriksə, mədəciyin yığılması olacaq 0,15 saniyə. Deməli, yığılmasına neçə dəqiqə vaxt sərf olunur? Biz bildik ki, 0,4
Saniyenin 0,15'inde, aha 0,15'inde mədəci sistol edir. Deməli, 0,4 saniyə 0,15-də mədəci sistol edir. Əgər ki 64 dəqiqədən söhbət gedirsə, 64-ümüz olur x. Buradan da 64-ü vururuq 0,15-ə bölürük 0,4-ə. Bu da bizə vermiş olacaq. Səhv eləmirəmsə, bu rəqəm eləyir 24. Bir daha baxaq. Deməli, 0,8 saniyə çıxış şəraitinə baxsaydıq, 0,8 saniyə 0,3-də mədəci yığılacaqdı. Əgər 64 dəqiqədən söhbət gedirsə, x bu olurdu rəqəm 48. Bu da 2 dəfə azdır. Çünki dölün ürəyi ananın ürəyindən 2 dəfə çox döyünmüş olur. Bir sikla sərf olunan zaman az, nəbz vurğularının sayı isə çox olacaqdır. Olacaq cavabımız burada 24. 74-cü suala baxırıq. İnsanın qanının böyrək venasından başlayaraq, böyrək venasından çıxmış olan qan birdən başlayırıq. Öncə aşağı boş venaya töküləcək. Daha sonra aşağı boş vena ilə ürəyin sağ hissəsinə sağ qulağı, oradan ağciyər kötüyü, ağciyər arteriyalarına, oradan gedəcək ağciyər kapillyarlarına, qazlar mübadiləsi getdikdən sonra sol qulağcıq, sol mədəci, qayıdacaq ürəyin və oradan aorta ilə bədənə vurulmuş olacaq. Sol mədəci oradan da aortaya vurulmuş olacaq. Deməli, öncə böyrək venasında oldu. Daha sonra böyrək venası, daha sonra aşağı boş vena, aşağı boş venadan sonra ürəyin sağ qulağcığına, sağ mədəcinə, ağciyər arteriyalarına, oradan ağciyər kapillyarlarına keçmiş olacaq və ən nəhayətində ağciyərlər təmizləndikdən sonra ağciyər venalar vasitəsilə ürəyin sol qulağcığına gətirilmiş olur. Nəhayət 75-ci sualımız uyğunluğu müəyyən edin. Xmer qığırdaqlı balıqdır. Omar xərçəngdir. Sonra triton suda burada yaşayandır. İbis quşlara aiddir. Pavian məmməlilərə aiddir. Burada məmməli verilməyib. 1-ə D, 2-yə A, 3-ə C olaraq cavabımızı müəyyən etmiş oluruq.